Dünən video paylaşmışam. Yəni biraz abartayım. Ölkə yarıya bölünüb fikirdə. Yarısı deyir ki, feyxua qabığı ilə yeyilir. Yarısı da deyir ki, necəni siz qabıqla yeyirsiniz, axı feyxua qabığı ilə yeyilmir. Elə bir qanun yoxdur, qabıqsız yeyəcəksən falan. Elə bir şey yoxdur. Mən uşaqlıqdan, gözləyin oturum, mən uşaqlıqdan feyxuanı qabığı ilə yemişəm. Mandarini qabığı ilə yemişəm. Apelsini qabığı ilə yemişəm. Ki vitamini qabığındadır deyə inanmışım. Mən feyxuanı qabıqsız yeyə bilmirəm. Bəzi feyxualar var ki, qabığı çox sərt olduğu üçün onu bəli, elə onu yeyə bilmirəm. Ya da mandarin qabığı ilə çox gözəl olur. Qabığı elə dərkən belə alma kimi deyil, soyursan, bir dilim mandarin, bir dilim qabıq. Oh, bir gözəl olur. Yəni ki, tortun üstündə kremi var da. Apelsin də elədir, limonu da qabığı ilə həmişə yemişəm. Yoxlayın, görəcəksiniz ki, həqiqətən dadı qəşəngdir. Həqiqətən qabığı ilə daha gözəl, fərqli bir dadı var. Bu arada dünə o qədər feyxua yemişdim. Bugün də gedəcəm Bibigin həyətindən xurma dərəcəm. Belə, öpəyirəm.